Yurd adı ilə qədim Qobustan bölgəsinin dağ kəndlərinə üz tutduq. O kəndlərə üz tutduq ki, yolları sürü naxırlı tərəkəmə köşkləri olub, qışı qışlaqda, yazı dağlarda görüblər. O kəndlərə ki, zamanın isti soyuğuna dözə-dözə, öz nəfəslərini, adət ənənələrini, inanc yerlərini qoruyub saxlaya bilmişlər. Cəyirli, Nabur, Təklə kəndlərinin ağsaqqalları, ağ birçəkləri ilə görüşdük. Dili bayatılı nənələri dindirdik. Urvatlı qız gəlinlərin əl işlərini gördük. Dünya görmüş ağsaqqallara qulaq astıq. Qobustan böyük rayondur. Qobustan başlayır deməli ki, Əşəqabaldan bəri Qazməmmət yürüyür. Qazməmmətdən bəri Udulu kəndindən, gedir Qaradağdan, hərlənir, gəlir deməli bu zad var, bu toğuq fermaları var. Oradan gəlir bu Pirsaat çayınacan. Qobustan böyük rayondur. Həm də Qobustan çox hikmətli rayondur. Çox bərəkətli torpağı var. Niyə görə? Yüzlərlə deməli övliya var bizim Qobustanda. Şeyx Baba namazın gedib Həzrət Babada qılıb gəlir. 100 kilometr arası var. Gündə 5 dəfə gedib namazını Həzrət Babada qılıb gəlir. Çoban olub Şeyx Baba özü. Orada o Həzrət Babada qoyun otardığı yerdə görüb çapdı gəldi. Veys Babadır, Həzrət Babadır. Çoban salam aleyküm, aleyküm salam. Bizə bir kəbablıq bir heyvan deyib bu saat. Tutub deyir, yaxşı qoyunun birini, erkəyin birini kəsib. Özdə qış vaxtı olub bu. Həzrət Babanın deməli aşağısında orada deyirlər baba zaratı kənd var. Qışın qarında tutub kəsəndə deyir, buzdan qalayırlar, vururlar kirbiti, kebabı bişirirlər otu ilə. Yeyirlər, içirlər, bu çobanın qoyunu uzanır. Uzaşır gedəndə, deməli ki, onda adı bunun evdir. İcazə istəyir yoldaşlardan ki, bu atlılardan, nə bilsin bunlar kimdir, icazə verin gedim qoyunu qaytarım bəri, gəlim süz yeyin, yeyirlər. Gedib qoyunu qaytarıb gələndə, görür həmin kəsdiyi qoyunun qabağına gəlir. Ətindən də yeyiblər. Bax, belə hikmət var, başqa görüm onlarda. Bu Şeyx Babanı uçurtmaq istədilər bir zamanlar. Bəs elə onu deyirəm ki, 2 dəfə gəliblər o uçurtmağa. Alxan Babanın özü görər, eşidər ki, maşın gəldi oraya uçurtmağa gəliblər. Alxan Baba Şeyx Babanın nəvəsidir. Gələr Sultan Babanın yanına, öz qardaşının yanına. Sultan, otmusan öydə Şeyxin qəbrini uçurdurlar, əlində də 5 atılan tüvəngi, snayper bir aynalı deyirlər. Sultan Baba deyir ki, Alxan bəy, o Şeyxdə sənin tüvəngi üzəm, sən belə güc olmaz. Sən tüvəylə oraya nə işə gedirsən? Bəs ondan ağayrı, oturaq öydə Şeyxin qəbrini söksünlər, kümməzin, deyib, yox, oturmayaq. Apar, tüvəngi qoy və gedək tamaşa eləyək, görək nə tər sökürlər. Şeyxdə sənin tüvəngi üzəm güc olmaz, onda dair nəysə. Aparıb tüvəngi qoyur, səbirli iki qardaş gedirlər. Gedib görürlər, o böyük oturub qəbrin üstə, papırı çəkir, o birisi adamlarda durub bunun komandasını gözləyirlər, bunun göstərişini gözləyirlər. Elə ayağa duracaqdı deyir, ilanlar akuruş deyir bunları. Hamısını öldürmüşdülər. Tək bir cəcin vurmuşdu, qolundan ölməmişdi. O maşınla Bəqurafa çatdırmışdılar onu. Şeyx Baba bir onda qaldı abidə kimi. Bir də sonra o dediyim həmin ki, gediblər dağıtmağa, çox adam, 3 maşın, onda da ilanlar olar o kökə salıb, qaçaray başlarını götürüb qaçıblar. Elə də qaldı Şeyx Baba, abidə kimi qaldı. 70 ildə mən görməmişəm ki, bir adamın başına bir iş gələr Qobustanda, havalana, dəli olar, sel apara. Yer tərpənsə də heç bir zarar ola bilməz Qobustanda. Ondan sonra cəmaat özü sağlam, bir xəstəlik yayla bizim Qobustan torpağında ola. Belə şeylər heç vaxt olmuyor. Həməşə adamları sağlam, işgüzar, çörəklərdə bol olur. Allah həmişə bol eləsin. Allah sizi var eləsin. Qobustan ellərində
O adlı sanlı kişilər olubdur. Bəlkə onlardan danışasınız. Qobustan ellərində adlı sanlı kişilər çox olub. Dediyim Alxan bəy, bütün Azərbaycan tanıyıb onu. Dədəmin babası Muğum da çox varlıkarlı olub. İndi Muğuru ki var Gəncədə. Gəncədə gərək ki o şah olsun. Gəncə şahlıq olan vaxtı. Sonra bu rayonlara çıxarmış, çox ötə şah olub. Ha, öz qabağından yiyən olmayıb. Məsələn, Şirvanın da şah olub, Gəncənin də şahlıq dövründə. O eşidib ki, Şirvanda belə adam var, qabağından yiyən döcək. Eləncə adamlar o həmişə gedib ya incidər, ya özünə tabi eləsin. Ya da yoxlayarmış. Yoxlayarmış. Amma Muğum da indi var da, yeri durub indi Muğum qalağı, həmin qoyunları harda yatır, ondan sonra heyvan qarası, dəvələri harda. Həmin Muğum qalağı bu saat, tam bizim uşaqlar da, bütün kəsək tanıyır ki, Muğum qalağı. Deməli, bir gün Muğum eşidir ki, Muğru gələcək bunun canı üçün. Nə qayırıb, tədarük görüm onun qabağına çıxmağa. Qonaq kimi qarşılayayım, düşman kimi gəlsə gənə qarşılaya bilim onu, hər cəhətdən olsun gərək tədarük görür. Bir gün görür 40 atlı, eləncə adamlar 40 atlı ilə gəzərdi. Görürsən o 40 atlı gəlir. Bu ancaq Muğrudur. Gəlir, onda tərəkəmət də obalardı, qarakeç öylərdi. Çatan kimi hər atı bir igid tutur yataqda. Tuturlar, çatan kimi atın deməli başından yücəni gərək çıxardasan, noxta vurasan. Noxta ağzında olmayır, başına geydirirlər. Yücəni olanda dəhəni olur ağzında, yeyə bilməz. Noxtanı vururlar, atın başına yücəni çıxardırlar, yəhəri götürürlər, çül qoyurlar. Çül də içi olur keçə həməşə, üstü olur xəlçə, toxunma. Çünki at tərri olur, yəhərdən ərahat olur, o ancaq minməkdən ötürdür, yəhəri alırlar, çülü qoyurlar belinə. Tərrisə biraz da gərək gəzdirəsən atı, biraz da tərri soysun. Ondan sonra hər ata 3 mıx, bir başından bağlanacaq, 2 dal ayaqlarından bağlanmalıdır. Çünki o fərri adamlar minir, fərri atlardır, daha o el atlar deyir ki, o qırmazla vurarsan sürəsən, bu cür. Hər ata bir çuval saman hazır olur, hər ata bir xəlbir arpa. Arpa gərək xəlbirdən çıxar. Xəlbir bu un eləmir, eləncə arpanı da gərək əliyəsən ki, atın döşü tutulmasın tozla, o mənzil sürsün. At elə özünə ləyaqda at. At çay atar Gəncəyə, minərsə axşama gedir Gəncəyə, bax belə atlar olurdu. Üstünə tarazlanınca buradan Şamaxını haqlayırdı, at var deyiləncə. İndiki dayı atlara gözdən saldılar, baxan olmadı, yoxsa indi elə atı qıçınla da mahmuzlayasan, gərək tatarı ilə sürəsən. Bu belə dövdür. Bu səfərləri, bu atın bu cür fərağat eləyəndən sonra bunların otururlar, quzu kəsilir, yemək gəlir. Hər iki adam bir yerdə yərdi keçmişdə. İstəyir şah olsun, istəyir çoban. Muğumla Muğru oturur yəndə. Muğum deyir, ətin siyirir, sümgün qoyur Muğumun qabağına, Muğru. Muğum burada babam deyir ki, dost nədir, stam nədir, stam nədir, dost nədir. Dostsansa, mən çörəyimi kəsirsən, çörək yeyirsən, sümgü mənim qabağıma nöşəyirsən. Düşmansansa, çörəyimi nöşəyirsən. Bir burada bir balaca Muğru yığışdırır özün ki, doğrudan da bu adam hər şey başa düşəndir. Yatmağa gələndə, keçmiş deməli bəylərdə, xanlarda məst deyirlərdi, xrom sapoxa, indi sapox deyirik. Onda məst, lap o incə yaxşı xromdan olurdu. Davanına da qızıldan nal vururlardı. Xanlar, bəqlər, varır adamlar. Amma kətçi adamlar başmaq giyərdilər. Başmaq görmüşdük. Başmağın da nalı dəmirdən olurdu, özü də iri olur, gobut olur. Axşam indi Muğumla Muğru yatanda istəyir gənə Muğumu pərt eləsin. Muğru götürür, çıx deyir, ala çıxın. Çıxın başından yavaşca öz məstin atır çölə ki, it aparsın, tərəkəməçiliyi qapıda 1000 qoyun yatır, 10-15 it var qapıda. Onlar qoruyur yatağı. İtdəki bu çarığa, gönə həris olan şeydir. Atır ki, it aparsın, sabahın deməli, Muğru qalsın, əğı yalın. Nə olub? Muğumun önündə bəs sapoxu uğranıb, it aparıb, necə olsa yoxdur əğı yalın. Babam deməli, Muğum əyə durmadan əlin uzadı, çıx deyir ki, ərdəmə. Çıxın başından tütəyin qoyur. Tütəylə qandırır yoldaşına, arvadına ki, haray Zülfü kəməndi, haray gəl Zülfü yoldaşıdır, çəkməni qəm apardı, qəm itlərin adıdır. Zülfü o ən köydə eşidirdi, tütəyin səsin gəlir, götürür o çəkməni, silir, təmizləyir, yağlayır, qoyur fərməşə. Bunda sandıq-mandıq yox idi, toxunurdu fərməş, köç vaxtı yorğan döşək ona qalıyordun. Aparır, qoyur fərməşə, sabiyinin gətirir, gənə silir, təmizləyir, qoyur Muğumun əyğin altından.
Burada gene subut eləyir ki, biz Qabustanlılar, Qabustanın adamları fərri adamdır, yaxşı adamdır, qonaqpərvər adamdır, pərt eləyən dögü. Bax, bu beləncə bizim Qabustanda adamlar çox olub. Mən aşıq aydın olsun, ay doğsun aydın olsun. Dünyamızı Allah dincələsin, həməşə sənət işində olasın. Gözlərimiz aydın olsun. Bir qız bir oğlan çıxırlar, küçük belə bir acı yoşanlıq şirin bir yanlığa. İndi ixtilaf söhbətə bir-birini söyür, görürlər ki, bir erkek xeylağı gelir, kişi xeylağı. Deyir Allah, ne gayrım mən, bu gelin bu oğlanı yanımda görmesin. Sıxır da balağının altında gizleyir. Gel haqq aşığı. Deyir mən aşığam nərgizlər. Top biter nərgizlər. Əsrimiş maya gördüm, koltuğunda nərgizlər. Qalxır qız. Deyir əzziməm gördüğünü, sinəmdə gördüğünü. Namartda yaşıq söz əglənməz, mərd deməz gördüğünü. Hədi gidi, hüdü gidi, şəhvərdi oğlu şədi gidi. Çıxırlar uva, oğlayı bitməmiş yoşanın dibində biz doğmamış bir doğuşan balası tapırlar. Hədiqdə tüpən yox, hüdüqdə tüpən yox, şəhvərdi oğlu şədiqdə bir tüpən var. Lüləsi sünük qundağı yox, doğuşanı vurdular. Hədiqdə bıçaq yox, hüdüqdə bıçaq yox, şəhvərdi oğlu şədiqdə bir bıçaq olur, sapı sinik dillisi yox. Kəsib, soyub götürdülər. Bir qədər gedmişdilər, 3 dənə dam gəlir, öy gəlir döşlərinə. İkisi uçuqdur oğul, birinin üstü yox. Üstü yox da 3 qəri, ikisi ölüdür, birinin canı yox. Canı yoxa deyirlər, salam məliyəküm ay nənə. Deyir, əliykümə salam oğul, mənə yetər qulluğu. Deyirlər, qul sahabi olasan ay nənə. Varsa bir qazan bizə verəsən, doğuşan əti bişməyə. Deyir, üstü uçuqdamda 3 qazan var, ikisi sinikdir, birinin altı yox. Bəs nənə bizə su? Deyir, 2 ay var, ikisi qurudu, birində su yox. Su yoxdan su gətirib, altı yox qazanda doğrayıb, asıb, pişirib, ətinə isti keçməmiş sümüqü pörtüm olur. Yığılıb, yeyib, içib, atlarım minişirlər. Bilməsin, nə yayda, nə payızda gəlməsin, nə qışda, tez gəlsin haqqına payızda. Deyir, köpək oğlunun tülküsü danışma hərzə. Əlindən gedərəm Təbrizə. Yığaram neçə tazı tula, tükü dağdar toz arasında. Səni kimi gül, məni kimi bil, olmaz Gürcistan'da nazar arasında. Bir kişi bir oğlunun başını qırxır, anası da altına bir döşəkçə qoyur, elin qoyur belə izinə. Bir haqq qaşığı gəlib keçəndə görür ki, kişi uşağın başını qırxır. Der qəlyanın yana gördüm, otu yox yana gördüm. 80 oğul, 40 ata, əl üzdü ana gördüm. Qəlyandır, qəlyan indi gedir, biri bazardan gəlir, biri bazara Miskiyə şəhəridir. O Miskiyə şəhərindən gələnə, o Miskiyə şəhərinə gedən deyir, biraz təmbəkin olar, deyir qəlyanı zadığı çıxardı, söyür, bir oğuc kisəsinə təmbəki tökür. Əlin atır cebinə, bir əzik üzük qəlyanla da çıxardır çəkməyə. O qəlyan, təmbəki verən deyir, at o qəlyanı. Deyir, bəs neynən çəkim? Deyir, tulla. Əlin salır cebinə, bir mis qəlyan uzadır. 2 ildən sonra gene bu yolda bunlar tapışır. Hindi bu bazara gedir, o bazardan gəlir. Hindi bu səfər ona deyir ki, təmbəkin olar, deyir, hə. Söz çıxar, bu tanıyır ki, mənə bu qəlyanla bir oğuc təmbəki verdi. O tanımır. 2 oğuc bunun kisəsinə təmbəki tökür, bir mis qəlyan da çıxardır, uzadır. Deyir, daha qəlyanı neynirəm? Deyir, yox. Allah, qızıl qəlyan. Deyir, yox. Deyir, gedirdim Miskiyana, yolum düşdü Miskiyana.
Hindi qızıl qıyıram o vaxtı miskəyana. Tanımıyırsan məni, mən səni tanıyıram. Mənə miskəliyam verdin ha. Həmənki adama. Qucaqlaşıb, öpüşüb, görüşüb ayrılırlar. Bizim kəndimiz müharibədən qabağa 8 öydən çox oldu. Bir də tərəkəmə cəmaatıydık. Yayda yaylağa köçərdik. Yuxarı Şamaxının dağlıq hissələrinə, Yəhərcə yeylağına. Qış vaxtı Haramı qışlağında bütün Acıqabıldan yuxarı, onlar bizim qışlaqlarımız, mənim onlar hamısı yadıma gəlir, elə xüsusiyyətli də yadıma gəlir. O dövrdə cəmaatın ancaq bizim gəzərlərimiz dəvə idi. Dəvə ilə, atla, eşşəklə, öküz arabası ilə adam köçərdi. Dağa gedəndə araba ilə getmək mümkün deyildi. Onda yolu yox idi, araba yolu yox idi. Amma hamı dəvə ilə gedərdi. O köçdü, elə gəldi 51-ci ilə kimi. 51-ci ildə dövlətin qərarı ilə dəvə yığıldı. Dəvə yığılandan sonra köçmək mümkün olmadı. Ondan sonra bax bu kəndin, bu gördüyünüz binalar, onda kətdə bir 14-15 öy qalardı o çağacaq. Ondan sonra hamı məcbur oldu kətdə qalsın. Başqa çarası da yox idi. İndi hələ bizim o kətdən o vaxtı ilə tam bu saat Salyanın Şorkənd var, orada hamısı bizim cəmaatımızdır. Orada alıb qalandı. Bir kənd boyda eləsələ Acıqabılda bir 3-4 küçə orada qalıb. Bir kənd boyda Muğan istasiyasında bu saatda da hamımız qovumumuz, ağrəbəmiz birimizə indi toyda, yazsa gedib gəlirik, orada qalıbdır. O dövr bərəkət ayrı idi. Birkə işləmək yaxşı idi. Bax, 380-390 öküzümüz vardı. Başdan 400 ev lazım. 321 mənim yadıma gəlir, mən qalxoz edelim, 321 at vardı. Aprel ayının 20-sində, 15-də başlanıb bu atlar, öküzlər tutulub örgənlərdir, qoşulardır ki, otana. Nə qədər yerlər bu saat, bax, həqiqətən fikir verəndə nə qədər yer boş qalıb. O dövrdə birüzə deyirlər, yəni öküz kötanı ilə biraz şumu sürür, layı aşağı düşsün. Orası boş qayıdıb gəlirdi. Bu yerlər indi boş, zərcə əkərdik, noxud əkərdik. Mərzi əkərdik, günabaxan əkərdik. Onlar hamısı da əllə yığılırdı. Bizim kəndimizdə bu Çaloğla birləşəndən sonra da 1950 nəfər əllə biçinsib gedib taxıl biçərdi. Hanı o adamlar? Abdəsən kişi vardı rəhmətlik. Belə ölüsü bir yarım hektardan yuxarı gündə biçin biçərdi. Biçini biçərdi, bizə qambay verməzlər rayondan. Ki, Cəyridə qambay gərəkdir, onların biçinsi var. Qambayda o təkdən elə vaxt oldu ki, Malatilka deyirdilər o vaxtı taxıl ügüdən. Oy verirdilər, tayalarımız qalardı, atla döyüb surat eləmirdik, onda olurdu. O sahələr hanındır? Nə günə baxanı var, nə əkir də yalandan ya gelsədən deyirik silos basırdıq. Mərcidir bu, əllə. Mərcinin kilo saat neçədir, lərginin kilo neçədir, noxudun kilo neçədir, necə olub olar? Mümkündür, o vaxt ki, belə bərəkət də ayrı idi. Cəmaatın da işə tələbatı ayrı idi. Bir ağsaqqal ki, mənə məsləhət elədi ki, bizim ellərimizə bu bərəkət dediyiniz bərəkət qaydı idi. Bilirsiniz, bu bərəkətdən ötürü əvvəl mən belə başlaydım, biraz mənim sözüm ki, o bu çıxmasın. Möhkəm qanun gərəkdir. Möhkəm qanun, disiplina olmasa mümkün deyil. Ona görə hamı yüngül iş gəzir. O zəhmətə özün vurmaq istəyən yoxdur. Kimsə hardansa deyir, aylıq bir maaşımı alım, adım orada olsun. Bu ilə bərəkət olmaz. Amma gərək möhkəm disiplina, möhkəm qanun, möhkəm... Onda bolluq olacaq. Nə olub? Həmən yerdir, həmən də torpaqdır. Azərbaycanda 5 Cəyirli kəndi var. Demək, Naxçıvanda, Bərdədə, Göyçayda, Nuxada. Bir də burada, bu yeni Cəyirli kəndidir. Onlardan ayrılıb. Vaxtı ilə rəsm mənbələrə görə 16-cı əsrdən sonra, 16-cı əsrin birinci rübündə Cəyirli kəndi, demək, Əli bəyin rəhbərliyi altında Cənubi Azərbaycandan
Cənubi Azərbaycandan köçüb gəlib. Bu kənddə türkəçaraqçılar olub. Türkəçaraq qadınlardan olub Sahib arvad, sonra Zəriş arvad, Dursun arvad. Bax belə arvadlar olub. O türkəçaraqçılar çox maraqlı mənə söhbətlər eləyib. Hətta onu mən demək insan həyatında tətbiq eləmişəm. Düzdür, müalicə ilə məşğul deyiləm. Onları yazmışam. Misal üçün insandır. Görürsən başında tük ağaranda doğrudan doğru heyfsilənir ki, nişin ağardı. O qadınlar nə edirdi? Qarışqanın süfrəsini yığırdı, kənd yerində qarışqa çoxdur. 2 gün, 3 gün ilıq suda saxlayırdı, taxta ilə qarışdırırdı. Onu başın dibinə masaj vururdu, görürdün o adamın bir dənə tükü tökülmürdü. Aydındır? Həm də ağarmır. Həm də ağarmırdı. Bundan başqa daha mən onlardan çox şeylər daha doğru əxs eləmişəm, götürmüşəm. Misal üçün nə cür? Görürsən ki, adam var, təngə nəfəs olur. Bunu bəzi həkimlər də öhdəsindən gələ bilmirlər. Məsələn, onlar nə edirdi? Onlar dəvənin sütü, axı burada dəvə 1500-ə qədər dəvə olub. Dəvənin sütünü zəfəranla bişirirdilər. Təxminən bir 10 gün müalicə dəvə sütü ac qarnına içirdi yeməkdən qabaq və yaxud hətta o dəvənin sidiqindən də yarım stəkan 50 qram içirdi. Ərəb ədəbiyyatında da mən oxumuşam, belə şeylər var. Ancaq o qadınlar savadsız olub. Hərəsinin 70, 80, 90 yaşı olub. Bax, belə müalicə eləyirdilər. Məsələn, sınıq sınırdı. Sınıq sınanda nə eləyirdilər o sınığı? 6-7 dozanqurdu deyərik, qara dozanqurdu. Onları tutub əzirdilər, o sınığın üstünə bağlayırdılar məlhəm kimi, yumurta ilə. Gördün, o sınıq tez yaxşı olur. Və yaxud görürsən ki, sınıq sınır, ur qalır. Onlar nə edirdi? Bu nar ağacının kötkündən çıxardırdılar, nar ağacını. Kötkündən, özüm görmüşəm ha. Nar ağacının kötkündən çıxardırdılar, onu un halına salıb əzirdilər. Əzəndən sonra malın, kəsilən malın, biz ona əzvay deyirik apteklərdə, o vaxt aptek yox idi. Var idisə də kənddə hərəkət, məsələn, istifadə olunmurdu, gətirmirdilər. O malın ödü əzvay demək vasitəsini görür, əzvayı əvəz eləyir, qarışdırırlardı, bağlayırlardı o sınıqlara. Görürdün orada həm şiş gedib, yoxdur, həm də ki o sınıqlar yaxşı olurdu. Və yaxud görürdün ki birinin səsi batıb. Nə edirdi? Dovşanı vurdurur, deyirlərdi gedib bir dovşan, oturaq kətlərdə, bu tərəkəmə kətlərdə dovşan olmurdu. Xilmillidə, ondan sonra Qozulçay deyirəm də, Mərəzədə, Naburda, oturaq kətlərində dovşan olurdu. Gedib gətirirlərdi, kəsirdilər, stəkana onun qanını götürürlər. Doğurdu o qan, hər sabah durub o dovşanın qanını yalatdırırdı o arvadlar, gördüyün səs açıldı. Məsələn, məndə olan məlumata görə Sofiyada, Cəyirli kəndində Ümbili və Gülgəz arvadı, o vaxtı, uşaq vaxtı, ağlım kəsən vaxtı onlarla görüşmüşəm. Toxuduqları xəlçə, məsələn, Gəbə Sofiya muzeyindədir. Bax belə. Sonra Çalıqın toxuduğu xəlçələr hal-hazırda vaxtı ilə 200 il bundan qabaq demək Qubanın Çiçi Prevədil kəndindən olan xəlçələr Dresden şəhərində, Almaniyanın Dresden şəhərində 200 il bundan qabaq qızıl medal alıb, o cümlədən Çalıqın da xəlçələri həmin Dresden şəhərində neyniyib? Demək, nümayiş etdirilib, böyük mükafət alıb. Baxmayaraq tərəkəmə olduğuna. Hal-hazırda da o xəlçəçilik hər evdə bu saat toxunur, gözəl xalçalar var, gözəl işlər. Hər çeşnəsi bir nağıl, hər ilməsi bir tarix olan xalılar beləcə toxunur, beləcə əldən ələ, nəsildən nəsilə keçir. Qobustan rayonunun dağ kəndlərində elə ev olmaz ki, orada hana qurulmamış olsun. Qız gəlinlərin hamısı qəbə, kilim, halı toxumağı bacarırlar. Nabır kəndində hamı bax belə toxuyurlar, əllə. Bir belə 3 metrə yarımdır bu xəlçənin boyu. Bax, bunu ilməni dübünləyib, qırıb, bunu belə toxuyuruq biz. Bax, bıçaqla toxumuruq. Toxuduğun nədir, hansı xalıdır? Bu Lalalı göldə oğlum. O nədir Lalalı göl? Lalalı göl belə yekə göldür. Başında da darağı. Qədimi xəlçədir.
Hərənin öz adı var, öz də toxunuşuna görə özünün də qiyməti var, aşağısı var, yuxarısı var, bahalısı var. Bunlar Kiçik göl yap bahadır, yap belə qiymətlidir. Qollu göl var, hamısı var da, hər kəsənin öz adı var başa dönümünə. Nə qədər vaxtda toxuyursunuz? Bax, bu xalın nə qədər vaxtda toxuya bilirsiniz təkcə? 3 aya, 3 gün dostaq toxuyuruq. Canta deyirik buna. Çörək cantası, içinə şey qoymalı. Bu xalçadır, bu çiçi xalçasıdır. Çiçi deyirlər bunun adına. Xalça. O çiçi nə deməkdir? Çiçi bu Quba gölləridir, nə deməkdir bilmirəm mən yaxşı. Ancaq belə çeşindən götürüb toxuyuruq belə. Xalçadır. Bu həybədir, bunu atın üstü atırlar, cinaqlarına götürürlər, bazara gedənlər. Keçmişin sumkaları da, indikinin sumkaları. Bu da bax belə çeşnidir. Götürmüşük kitabda. Toxumuşuq belə kilim, bunu mən özüm toxumuşam. Bu da gənə həybədir. Bunu da cinaqlarını atırlar, keçmişdə bazar aparırlar, ondan sonrasına. İçinə şey qoymağa, qız öynə aparırlar, qət qoyub içinə, ona keçmiş zamanda belə aparırlar. Bu gölün adı Ulduzdur, yanlarında əli başındadır. Bunlar hamısı əli ulduzun başında olduğu kimi buna əli başında deyirik. Bundan başqa da toxuyuruq 12 ara, 13 ara, 14 ara, qızım da toxuyur, gəlinlərim də toxuyur. Ondan sonra sonra baldızım da toxuyur, hamı. Bunun 12 ara, 13 ara, 14 ara, 13 aranın toxuyuruq biz Şıxsəhərli gölü. Metrə yarımını. Ondan qalanı toxuyuruq 18 aranı Şıxsəhərli gölü. Onu bölürük 10 santim, 10 santim. Hər kişinin öz norması var. Ki, neçə aranın nə gölü salınacaq, nə göl üçün toxunacaq, onların özünün, hərəsinin özünün araları var. Onun ölçüb toxuyuruq, ondan sonrasını bunu toxuyuruq, qızımıza ceyiz veririk, ondan sonrasına oğlumuz üçün ayrılanda, oğlumuza hərəsinə birini baxışlayırıq oyunu üçün, uçsunun üstünə üçün. Mən açıq bu laylanı, çal gəlsin bu laylanı. Biz çaldıq, yorulduq, siz də çal bu laylanı. Layla çallam adı var, Xuday yesin dadı var. Böyüyüb başa çatanda əməyi də salyadı var. Aşıq ellər ayrısı, durna göllər ayrısı. Bir gün və dözməzdim, oldum ellər ayrısı. Layla deyərəm ucadan, boyun çıxsın bacadan. Allah səni saxlasın çiçəkdən, qızılcadan. Layla deyərəm həməşə, karvan gedər yemişə. Döşəgündə gül bitsin, yastığında bənöşə. Layla deyim yatasan, qızıl gülə batasan. Qızıl gülün kölgəsində şirin yuxu tapasan. Layla laylon bendi, laylon boya tikendi. Pul töküb satın alam, əmin dayın oturan kendi. Layla gülüm alaylay. Layla dedim aduva, xalıq yesin daduva. Gülüm alaylay. Bizim bu Nabır kəndində 130 yaşlı bir Canan Seyran oğlu olub. Şəhər yerlərində meyxana deyirlər. Kənd yerlərində şüvərə deyilən belə bir şey var. Kişi də çox şüvərəçi olur. Hər bir adama, küçədən keçən ondan kim xahiş eləsəydi, Cananəm, qurban olum sənə, filan kəsə bir söz deyib, o saat başlayıb o söz deyərdi. Günlərin bir günündə
Canan əmində 130 yaşı var idi, qəddi də əyilmişdi. Bir gün Bayram adlı bir çoban olur, uzun müddət 20-30 il qoyuna gedir. Təsadüf belə olur ki, bəs Bayram kişi hər gün Cananın bir boz qoyunu olur, əmcəkləri yumuşaq olur. Yelini çox yumuşaq olur və süt öz-özünə axırmış. Qalan qoyunların yelini demə, bərkimiş. Gündə bir balaca qaqqalası varmış. Onu o boz qoyunu qaqqalıya sağıb, içərmiş, çörəyini doğrayıb cadını ora yeyərmiş. Günlərin bir günü Canan kişi görür ki, elə gündə bu yazığın bozbulaqlı qoyununu sağır Bayram kişi. Bir gün səhər-səhər qoyunu örüşə götürəndə ikisi üz-üzə gəlirlər. Üz-üzə gələndə bu istəyir ki, desin, elə qabaqlasın bunu desin ki, bəs nöşün mənim qoyunumu sağırsan, bəs Bayram kişi onu Canan kişidən qabaqlayır. Deyir, hə, nətərsən Canan əmi? Deyir, nətər olacam? Mən aşıq saqqala xoş, gül yanaq saqqala xoş. Bayram sağadı boz qoyunu, qalıbdı qaqqala boş. Odur ki, ondan sonra yenə də günlərin bir günündə bayramla tarandan sonra yenə də kənddə bir qalxoz sədri olur, müharibə illəri olur. Çoradərə deyilən yer var bizdə, Çoğ təpəsi deyilən yer var bizdə. Bu Çoğ təpəsində çotan çəkərlər, çotan sürərdilər. Orada da 3 öküz qoşardılar. Gəl, o öküzləri olardı. Hamısı acından, ağır vəziyyətdən tük gətirmişdilər acından. Qalxoz sədrdə bir kürən atın, səkil atın üstündə minir. Gürülləyə çıxır Çoğ təpəsinin üstünə. Yaxınlaşır, görür hamısının vəziyyəti çox ağırdır. Yaxınlaşır, söz tapır, deyir, həm, Canan əmdə dəstəsidir. Dəstədən tutub, gedirlər uşaqlar da ho-ho-ho sürürlər kotanı. Deyir, həm, necəsən, Canan əmi, nətərsiniz? Deyir, hazar uyalım, qadı uyalım. Nətər olacaq? Çoradərə, Çoğ təpəsi, yoğunudubdur sədir pəsi. Canan yeyib paraca kətə, tək-tək çıxır onun nəfəsi. Mən bütün ailəm üzvləri hamısı musiqiçilər olduğu üçün istəyirəm onun axırıncı bəndini musiqi ilə deyim dinləyicilərə. Çoradərə, Çoğ təpəsi, yolundur sədir pəsi. Çoradərə, Çoğ təpəsi, yolundur sədir pəsi. Canan yeyib parakətə, tək-tək çıxır onun nəfəsi. Canan yeyib parakətə, tək-tək çıxır onun nəfəsi. Tək-tək çıxır onun nəfəsi. Nabır kəndində sinədəftər nənələr çox olur. Bu cümlədən bir badam nənə olur. Bu nənələrin başıdır badam. Badam da çox sözlər deyib. Hər əhvalata bir söz deyərmiş. Ələskər adlı bir əri var idi onun, xırmanda işləyərdi. Həməşə xırmanda taxıl höysəliyərdi. Taxıl höysəliyib bir gün biraz gecikib. Bu da arvad həməşə günorta xörəyinə ətbaq qatığı deyərlər bizdə, qədirxıma da deyirlər ona. Ətbaq qatığını biraz gec bişirir. Ələskər də gəlir, görür ətbaq qatığı bişmir. Götürür bir dənə tünü küsü, düşür badamın üstünə. 3-4 dənə çəkir badama. Badamın cinaqları ağrıyanda onun da sözə gücü çatarmış. Badam da deyir ki, əşi yaman ilişmişəm, sən öləsən. Hırdı vırdı Ələskər, ağa da oyalım. Hortda vırdı Ələskər. Ətbək qatığı gezmişi və sən öləsən, bizi qırdı Ələskər. Ələskər elə əlindən qamdı, küsü düşür yerə, deyirlər, mən sənə sözüm yoxdur. Badam bu müller çox sözlər deyib, onun haqqında çox sözlər demək olar. Ancaq birini demək istəyirəm sizə. Badam da gəlir, durur bir dirəyin dibində, qara çadıra üzündə. Keçmişdə də çadıra varır da. Odur ki, yer və yerdən badama deyirlər. Badam nənə, sənə qurban olun. Sən olsan o dəqiqin yolu. Nə olar az bu bilala 3-4 kəlmə söz dedi, bu şairliyin qoy, yayılsın bu ölkəyə elə. Eyraz görmürsən, Kətdanı, Koğanı, Mollanı az kəsdiriblər yanını. Deyirlər, qorxma. Canı üçün biz səni müdafiə edəcəyik. Badam çadıranın üzündən açıb, yeriyir dirəyin dibinə. Bilala deyir, aşıq, 3-4 kəlmə söz deyir. Tut ağac kimi bir sirkələn görə yerə neyi töküləcək. Bilal deyir ki, yəqin bu badam nənəlidir. Deyir, 3-4 kəlmə səndə, deyir, yox. Bizdə sözü həməşə rəqiblərə, qonaqlara, mehmanlara verirlər. Odur ki, götürür orada, badam nənə əzəlcən demir. Bilala söz verir, Bilal görək götürüb orada nə deyir? Deyirəm biləyim sevginin
nişanlın kimdir? Yaraşır mı sen tek zenane badam? Ey zamanın qərindən, bədadətlərdən yoksa satılmışsan yamana badam akadoyalım. Bileydim sevgilin nişanlın kimdir? Yaraşır mı sen tek zənənə badam? Zamanın qəhrindən, bədadətlərdən yoksa satılmışsan yamana badam. Deyir, qulaq asır, sözün cavabı sözdür. Deyir, çalış, xoş söz söylə, gönül şad elə. Eyham söz nə lazım qanana, Bilal? Bugün həcvdə desən, bizə qabıldı, çünki bizdə hörmət var. Qonağa, Bilal ağa qoyalım, ay azar uyalım. Bir Allah amanda, nənələr nə yaman oladmış. Görək götürüb, ikinci bəndin necə dedi, ərz eləyəcəm cəmiyyətin qulluğunu. Dedim senin sonra uyalmışam eldən, şikayetin çoxdur övrün əlindən, qanam bilər əhli hal dərindən, ey qanam bilər əhli hal dərindən, mən olmuşam elçin yanana badam, sən anam Sənin sorağı almışam eldən, şikayetin çoxdur dövrün əlindən, qanam bilər əhl halı dərindən, mən olmuşam elçin yanan avadan, görək sözün badam nə fərqdir. Dedim gel göynədinə yaralarım bir bəbir. Dedim gel göynədinə yaralarım bir bəbir. Çotan nə bilər ki, qaş nə çəkir. Ağa çoxam Allah, hərə bir əmir. Qara gəlsin belə zamana Bilal, sən özlənəm qurban. Gəl göynətmə yaralarımı bir bədir. Kötan nə bilər ki, qaşinə çəkir. Ağa, koxa, molla, hərə bir əmir. Qara gəlsin belə zamana Bilal. Bilal götürür, son sözün deyir. Bilalın qəlbini sən etdin şan-şan. Aylar bu elləri qalxar uyqudan. Şad gün gələr qəmli günün dalıcan. Mən olmuşam elçin yanan avadan. Deyir, Bilal, qulaq as, ağır uyalım. Kalsam, el atasısan, eline səkkəlsən, el atasısan, yetir dərdlərimi hər yana Bilal, yetir dərdlərimi hər yana Bilal, sən yana. Qabaq deyir, bu Azərbaycan balalarından 5 nəfər gedib Türkiyədə oxuyurdu. Əfəndi oxuyub, dokument alıb gələcək. Sabinin deyir, bunların əfəndisi sinifə girəndə deyir, uşaqlar, mən dua eləyəcəm. 200 amin deyin, İstanbulda. O deyir ki, ay Allah, bu bəlanı qavuzsana ver. Oxuyur, deyir, bu əfəndi deyir ki, Allah, bu bəlanı qavuzsana endir.
İstanbulda olur. Bu İstanbullu bizim bu Qabustandan da orada 2 nəfər olar, oxuyar, bəc oğlanlarından. Bu ağlayar. Efendim, mən atam, anam, bacı qardaşım orada, sən bu balanı deyib, bala, o Qabustana xata yetirə bilən bir qüvvə yoxdur. Hamısını ora Qabustan ölüyalarının gücünə soğuşmalıdır. Ona görə də deyirik ki, ora versin bu bəlanı. Bəla gəlib, bu əfəndi deyir. İndi Qabustanda Allahın köməkliyi ilə heç bayaq dedim ki, 70 ildə mən eşitməmişəm ki, burada bir bəla olar. Ədil bəy rəhmətli deyirdi, indi ki, bu toylar mənə açmır, oxuyud Aşıq Bilal oynaydı zəkara. Baxırdın deyir, elə bildən ki, nədir, böyük bir dram yaranır. Bax, bizim o toylarda itirdiklərimiz nə olub o adət-ənənələrdən? Qabaqlarla indikinin fərqi nədir? Fərqi çoxdur. Sən inanırsan ki, biz qışlaqlarda olardıq, oba-oba. Tərəkəmədə alaçıq öylər. Alaçıq öylər vardı, bizim bu 2 mərtəbə öylərə mən verməzdim. Alaçığı əvvəl tikirdik dəvə ilə. Dəvə görmüsünüz? Çubuq gəlirdi meşədən, təzə çubuq. Qayıdıb onun yerinə mıx vururdun, ölçüb biçirdin, böyük alaçıq. Mıx vururdun, qayıdıb o çubuğu sancırdın. Qayıdıb onu əkməkdən ötürü əlin çatmazsa, dəvə olurdu ortalığa. Öyün içinə salırdın, alaçığın, minirdin dəvəyə. Əcib bağlayırsan, harası lazımdır, əcib bağlayırsan birinci dəfə. Ondan sonra daş asırsan ondan, 3 yerdən. O çubuq bir dəfəlik alır öz formasını. Ondan sonra köçürsən qışlağa, yeylağa, çubuğu söküb aparanda o çubuğu daha heç nə lazımdır. O xam ki gəlib meşədən. İndi bir dəfəlik hər kəsən bilirsən, bu 4 çubuğudur, bu yan çubuğudur, arxa çubuğudur. Bu ilə də öylər tikilirdi, o öylər. Döşənirdi xəlikəbi ilə. İnanırsan yataqda, yataq deyirik o, obanın qabağına. Qoyunun sağlam vaxtında. O adi bir balaman deyirik, balaman çalırdı çobanlar. Heyvanlar da doğub qalardı, mən nəinki deyərdim. Hamını belə nəsə məst olardın o havaya. Şimdi bax bu qədər çal, o tamı dadı verməyir nəsə.